Xoş gördük sizlərin hər birini. Mən Yazgül Hacıyeva. Artıq mənim təqdimatımda siz bir aydır ki, YouTube kanalımız vasitəsilə qəbul tipli situasiya sualları ilə tanışsınız. Hansı ki, Nazirlik bizə həm MİQ, həm sertifikasiya müəllimləri üçün çərçivə sənədi təqdim etmişdir. Yəni 2026 çərçivə sənədi əsasında sizlərə qəbul tipli situasiya sualları təqdim etmiş oluruq. Və siz də bu kimi suallardan tanış olmaq istəyirsinizsə, YouTube kanalımıza abunə olun. Eyni zamanda həmkarlarınızla paylaşa bilərsiniz ki, onlar da məlumatlı olsunlar. Hal-hazırda siz çərçivə sənədi 2026-nı əsaslanaraq qəbul tipli situasiya sualının izahına mənim təqdimatımda nəzər salmış olacaqsınız. Gəlin, situasiyaya diqqət edək. Deməli, müəllimlər, birinci növbədə nəzərinizə çatdırmış olun ki, biz situasiya sualını oxuyan zaman diqqət etməliyik situasiyadakı məqamlar və eyni zamanda diqqət edəcəyimiz tərəf bizim olmalıdır nə? Variant və situasiya arasındakı əlaqəliyə diqqət etməliyik. Bu sözsüz ki, bizdən müəyyən qədər oxuyub anlama bacarığı istəyir. Ona görə də bizim həm situasiyanı, həm variantı görməyimiz hansı ki, mütləqiyyətdir. Yəni, çalışaq ki, həm situasiyanı, həm variantları eyni anda paralel şəkildə görə bilək. Ki, situasiyadakı məqam hansı hissə bizim variantımızda öz əksini tapıb. Söhbət bizdən istənilən məqamdan gedir. Sözsüz ki, variantlar ola bilər ki, variant özlüyündə doğrudur. Bir, test tapşırıqları ilə bağlı deyir, ən doğru fikir hansıdır? Bir çox fikir doğru ola bilər, amma ən doğru olan istənilir bizdən. Həmişə çalışın ki, bizə təqdim edilmiş situasiyanın içərisində biz diqqət edək ki, bizdən nə istəyir? Situasiya və variant arasındakı əlaqəliyə diqqət etmək lazımdır. Tapşırıqda deyilir ki, müəllim sinifdə tapşırıq verərkən bütün şagirdlərə eyni səviyyədə, müəllim deməli, bütün şagirdlərə eyni səviyyədə tapşırıq verir. Və deyir, eyni vaxt çərçivəsində də eyni formada deyir, iş görməyi tapşırıb. Halbuki sinifdə öyrənmə tempi nisbətən şagirdin, zəif olan şagirdlər, yəni təlim nailiyyəti aşağı olan şagirdlərimiz var. Və deyir, diqqət problemi yaşayan bir şagird də vardır. Deməli, diqqət problemi yaşayan şagirdimiz vardır. O tapşırığı başa düşməkdə deyir, çətinlik çəkir. Lakin müəllim bunu nəzərə almadan hamı eyni tapşırığı bacarmalıdır deyərək fərqlilik göstərən şagirdlərə də əlavə izah və dəstək verməyib. Diqqət edirik ki, müəllim burada nə edib? Bütün şagirdlərimizə eyni tapşırıq verir, eyni səviyyədədir və eyni vaxt çərçivəsini nəzərə alıb. Amma sinifdə bizim müxtəlif öyrənmə tempinə malik şagirdlərimiz var. Və eyni zamanda da qeyd etdik ki, şagirdlərdən birinin də bir şagird də var ki, diqqət problemi yaşayır. Diqqət yayınıqlığı çətin olan şagirddir. Və tapşırığı başa düşməkdə çətinlik çəkib. Amma müəllim bütün bunları nəzərə almayıb və onlara deyir ki, hamı deyir, eyni tapşırığı bacarmalıdır. Və heç bir şagirdə əlavə izah da verməyib. Və bizə deyir ki, bu vəziyyətdə müəllimin fəaliyyəti ilə bağlı. Biz variantlara baxanda diqqət etməliyik ki, müəllimin fəaliyyəti ilə bağlı doğru fikir istənilir bizdən. Gəlin baxaq. Müəllim sinifdə ədalət prinsipinə əsaslanaraq hamıya eyni tapşırıq verib, bu isə bərabərliyi təmin edir. Müəllim burada bərabərliyi təmin etməyib. Hər birinin öyrənməsini nəzərə almalıydı. Ona görə nədir? Səhvdir. Çünki əksinə diqqət yayınıqlığı olanı nəzərə almalıydı. Təlim nailiyyəti zəif olan şagirdi almalıydı, almayıb. Müəllim öyrənmə tempini və fərdi xüsusiyyətləri nəzərə almadığı üçün diferensial yanaşma prinsipini pozub. İnklüzivliyi təmin etməyib. Yəni, müəllim şagirdlərə biz gördüyümüz kimi situasiyada deyir, hamıya eyni tapşırıq vermişəmsə, eyni də yazmalısınız. Heç bir izah və heç bir şagirdin öyrənmə tərzini nəzərə almadığını müşahidə etdik. Yəni, müəllim şagirdlərə fərdi yanaşması yoxdur. Fərdi yanaşma diferensial yanaşmağımızdır. İnklüzivlik nədir? Bərabərlik deməkdir. Müəllim amma bərabərliyi təmin etməyib. Ona görə də nədir? Verilən situasiyaya görə hələ ki doğru cavablarımızdan da baxaq. Müəllim şagirdin çətinliyini görsə də,
onu daha müstəqil olmağa təşviq edib. Burada müstəqil öyrənməyə təşviq etmə ümumiyyətlə yoxdur. Bu isə bir düzgün metod hesab olunur. Qətiyyən olmaz. Deməli, C də səhv. Müəllim bütün şagirdə bərabər imkan yaradıb, halbuki yaratmayıb, tapşırıq eynidir, onların tərzlərini, xüsusiyyətlərini nəzərə almayıb. Çətinlik çəkən şagirdə məsuliyyət hissini formalaşdırmağa çalışır. Müəllim bunu etməklə məsuliyyət hissini formalaşdırmır. Hər bir şagirdin diferensial yanaşmanı təmin etməliydik. Daha sonra, halbuki doğru hissə yoxdur. Müəllim sinifdə öyrənmə bərabərliyinə nail olmaq üçün eyni tapşırığı hamıya verərək qiymətləndirmədə obyektivliyi qoruyub. Biz şagirdə obyektivliyi qorunmaq üçün belə yanaşmağımız doğru deyil. Deməli, qeyd etdiyimiz kimi, müəllim şagirdlərin nəzərə almayıb, onların fərdi xüsusiyyətini, onlara diferensial yanaşmadı və bərabərliyi də qorumayıb. Yəni, inklüzivliyi təmin etməyib. Deməli, bizim testimizin doğru cavabı oldu nə? Bizim testimizin doğru cavabı oldu B variantı. B variantı situasiyamızda öz əksini hansı ki tapır? Deməli, müəllimlər, siz hal-hazırda mənim təqdimatımda qəbul tipli situasiya sualının izahına nəzər saldınız. Kanalımızı izləməkdə davam edin ki, bu tip situasiya sualları ilə bağlı tanış olasınız. Eyni zamanda kanalımızda sizlər üçün 2026 çərçivə sənədinə əsaslanan yeni mövzularımız artıq yer almış olacaq.